Salam uşaqlar, bugün sizinlə belə bir maraqlı isbat sualına baxacağıq. Sualda deyir, isbat edin ki, bərabər tərəfli sualın daxilindəki istənilən nöqtədən tərəflərinə qədər məsafələrin cəmi onun hündürlüyünə bərabərdir. Yəni ki, bu qaydanı çoxunuz oxumusunuz, indi isə bunun isbatını biz verəcəyik ki, bu qayda haradan gəlir. Deməli, daxilində hər hansısa bir nöqtə götürək. Məsəl üçün, bu nöqtədən tərəflərinə qədər məsafə, yəni endirilmiş perpendikulyardan söhbət gedir. Buradan burada perpendikulyar endirək və digər tərəfə də perpendikulyar endirək. Və hər bir tərəf bərabər tərəfli üçbucaq olduğu üçün tərəflər bərabər olacaq A-ya. Digər tərəfdən biz həmin nöqtəni gəlin birləşdirək. Bunu başqa rənglə seçəcəm. Üçbucağın təpə nöqtələrindən həmin nöqtəni birləşdirirəm və buradan da belə bir düz xətt çəkirəm. Buradan nə yaranacaq? 3 dənə üçbucaq yaranır. Bura yazıram S1, bura yazıram S2, burada yazıram S3. Və bunlara da uyğun yazıram burada hündürlükləri H1, H2 və burada yazıram H3. Onda biz bunların sayəsini cəmləsək, ümumi üçbucağın sayəsini verəcək. Onda bunların sayəsini tapanda buradan yazıram. S1 bərabər olacaq. 2-də 1 vurulsun. H1 vur A-ya. Sonra S2 bərabər də olacaq. 2-də 1 vurulsun. H2 vurulsun A-ya və S3-ün sayəsini tapsaq olacaq. 2-də 1 vurulsun. H3 vurulsun A-ya. Oldu bu şəkildə. Bu oldu bunların hər birinin sayısı. Deməli S1, S2, S3-ün hər birini toplasaq bizə ümumi ABC üçbucağın sayəsini verəcək. Onda yazıram buradan S1. Gəlin elə ümumi üçbucağın sayəsini də tapaq. Buradan bir dənə hündürlüyü endirirəm. Bunu da yaşıl rənglə çəkəcəm. Böyük üçbucağın hündürlüyü. Burada yazıram eləcə H. Onda bunun sayəsi nəyə bərabər olacaq? S bərabər olacaq. 2-də 1 vurulsun. Tərəf və bu tərəfə çəkilmiş hündürlük, yəni H. Yəni öz hündürlüyünü çək. İndi biz deyirik ki, S1, S2 və S3-ün cəmi bizə verməli nəyi? Böyük S-i. Onda biz bunları cəmləsək, aşağıdan yazıram. 2-də 1 H1A üstə gəlsin. 2-də 1 H2A, bir də nəhayət üstünə gələcək. 2-də 1 H3A-nı. Bu da bərabər olmalıdır ümumi sayı. 2-də 1 H vurulsun A-ya. Buradan hər birinə 2-də 1 A-nı mötərizə xaricinə çıxardıram. Onda olacaq 2-də 1 A. Burada qalacaq mötərizənin içində H1, H2 və H3-ün cəmi. Tərəfdə də bərabər yazıram. 2-də 1 A vurulsun H yerlərini dəyişdirdim. Buradan 2-də 1 A'lar ixtisar gedir. Burada nəhayət nə qalır? H1 plus H2 plus H3, yəni hündürlük, bərabər nəyə? Ümumi hündürlüyə. Yəni isbat eləmiş olduq ki, bu üç hündürlüyün cəmi bizə bərabər tərəfli üçbucağın hündürlüyünü verir. Biz deməli yekun olaraq bu qayda da eyni zamanda bərabər tərəfli üçbucağa yalnız aiddir. Bərabər tərəfli üçbucağın daxil oblasını götürmüş hər hansı bir nöqtədən tərəflərə çəkilmiş hündürlük və yaxud məsafə ümumi bərabər tərəfli üçbucağın hündürlüyünə bərabərdir. Belə.